Mayın 20-sində Azərbaycan sənət dünyasında yadda qalan anlardan biri yaşandı. Türk dünyasının birliyini, milli ruhunu özündə əks etdirən Turan marşına çəkilmiş klip musiqisevərlərə təqdim olundu. Salam ellərə, mərd igidlərə, birlik nəğməmiz düşsün dillərə. Mahnının ifaçıları, xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar təqdimat zamanı bildirdilər ki, Turan marşı onların yaradıcılığında xüsusi yer tutur və bu layihə üzərində böyük sevgi və məsuliyyətlə çalışıblar. Gülyanaq Məmmədova diqqətə çatdırdı ki, layihə Mədəniyyət Nazirliyinin dəstəyi ilə tarixi memarlıq və mədəniyyət abidələrinin təbliği, eləcə də milli mədəni irsin qorunması çərçivəsində həyata keçirilib. Təqdim olunan klip də həmin layihənin bir hissəsidir. Mahnının sözləri və ritmi ilə yanaşı klipdə istifadə olunan obrazlar, milli elementlər və geyimlər də diqqət çəkir. Klip boyunca Türk dünyasının ortaq dəyərləri, qardaşlıq və birlik mesajları ön plana çıxarılır. Təqdimatda çıxış edənlər bu layihə ilə bağlı təəssüratlarını və klip çəkilişi zamanı maraqlı məqamları da bölüşdülər. Layihənin ideya müəllifi, eyni zamanda ssenaristi, telejurnalist Səidə İbrahimli, söz və musiqi müəllifi şairə Nəsibə İsrafil qızı, rejissor Faiq Əliyev, geyim üzrə rəssam Gülzadə Abdulova çıxış edərək vurğuladılar ki, bu kliplə bağlı təklif və ideya ortaya çıxanda böyük maraq və həvəslə işə başlanıldı. Bunun nəticəsində isə ortaya dəyərli bir əsər çıxdı. Çıxışlardan sonra Turan marşı klipi təqdim olundu. Klipin tarixi Əlincə qalasında çəkilməsi, istifadə olunan milli geyimlər, işin ərsəyə gəlməsində böyük zəhmətlə yanaşı milli ruh və vətənpərvərlik hisslərini də əks etdirirdi. Sözü gedən kliplə yanaşı Beynəlxalq Ailə Gününə həsr olunmuş Ailə Səadəti adlı klip də təqdim olundu. Bu klipdə Gülyaz və Gülyanaq bacıları ilə yanaşı onların ailə üzvləri də yer alır. Musiqisi Rauf Məmmədov, sözləri İsmail Dadaşova aid olan Ailə Səadəti mahnısı, ailənin möhkəmliyini, fərdlər arasında doğmalıq hissini, milli mənəvi dəyərləri təbliğ edir. Qeyd edək ki, təqdimat mərasimində tanınmış sənət adamları, media nümayəndələri, eləcə də Türk dünyasının səfirlərinin xanımları da iştirak edirdilər. Şəfiqə Şəfa, İntiqam İbrahimov, Bizim Media.